Salam hörmətli abituriyentlər, valideynlər, dostlar, tanışlar və ümumi olaraq əhali. Burada gələn suala mən cavab verim. Deməli, blok qeydiyyatı ayın 16-sı 29 aprel tarixində aparılır. İstəyənlər özləri qeydiyyatını eləyə bilərlər. İstəyənlər isə müraciət eləyə bilər ki, biz də buna kömək eləyə bilərik. Amma ikinci bir məsələ, əsas olaraq mən sizinlə əlaqədar, bunu ixtisasla əlaqədar deyim. Bu illəri ixtisas seçimi böyük ehtimal ki 10-20 avqust arası olacaq, 2026-nın. Bu ehtimaldır, bir gün sağa sola çəkilə bilər, yəni bu mümkündür. Və burada da nəzərə alsaq ki 10 gün təxminən vaxtımız var orada. Hər uşağa da vaxt ayırmaq lazımdır, ən azı 2 saat. Saat yarım 2 saat. Bəzən də olur ki, valideynlər də gəlir, izah eləmək məcburiyyətində qalırsan, bu 2 saatı da keçir. Mən də hər uşağa təxminən 2 saat vaxt ayırdığıma görə xahiş edirəm, öncədən vaxt yazdırın ki, mən ixtisas seçimi sizlə davam eləyəcəm. Mən ona görə işlərimi planlaşdırdım, sizi qeydiyyata alım. Avqust ayında müraciət elədiyiniz vaxtı və ya telefona cavab vermədiyi vaxtda nə çətin işdir deyə ehtiyac yoxdur deməyə. Ona görə bu ixtisas seçimini özünüz eləyə bilərsiniz, heç bir çətinlik yoxdur. Amma profesional şəkildə istəyirsinizsə, biz sizə köməklik göstərə bilərik. Bu video ümumiyə aiddir. Çox sağ olun, təşəkkür edirəm.